Ha, siyahının yaradılmasında birinci dedin ki boş siyahı yaradırıq. Sonra nəsə bir dövr verməliyik. Foreign range yəni. Aha. Foreign range. Hə. Nə, hardan hara verim range? Aralığı necə verim? Hı? E, birdən olamasın. Ya, ben sənə həmişə deyirəm ki, hazır siyahı işlətmə, siyahın uzunluğunu. Mən bunu səndən qəsdən soruşdum. Çünki sən həmişə hazır siyahı işlədirsən. Sıfırdan n-ə qədər. Burada da n-i input verməliydin. Sayın, siyahının sayın. Hı? Niyə n input verməsə elə foreign range-dən mötərizənin içində n yaza bilmərik? Mötərizənin içində n yazdığı n nədir onda? N hardan tapacaq? Proqram məqsədi nədir ki, ümumiyyətlə? Onu Siyahının bilməliyik. daxil edilməsi dedik də, boş bir siyahının n sayda elementli boş bir siyahının daxil edilməsi. Hı. Davamını gətir. Sonra məsələn S bərabər input olar mötərizə içində dırnaq. Ehtiyac yoxdur. Aha. Sonra Append eləyə bilərik sonda. bəli, hara? Necə Bir, yaz? bir yazmışsa birinci verdiğiniz boş. El. Ha, Bir adında el, dəyişən ola bilməz ki. ha, el append. Aha. Print el. Əslində yaxşı proqram yazsan, amma hər dəfə bunu hazır siyahı yazırsan deyə siyahının girişi yadında qalmır. Mən həmişə ona görə sənə deyim ki, hazır siyahı işlətmə, onu hər ehtimal yaz. Bir səndə yaz ki, o səndə baza kimi oturuşsun. Çıxıram kitabı, görüm burada nələr var siyahı mövzusunda. Stringlərdir. Ha. Siyahılarla iş. Aha. Deməli, burada var ki, daxil edilmiş siyahıdan n-ci elementi silmək üçün kod. Sadədən başlayırıq. N-ci elementi necə silərik? Siyahının n-ci elementi. N var burada. Məsələn, siyahının b-ci elementin. Hansısa bir nömrəli elementin. Necə silərik? Burada məchulu tapmaq məsələsi var da. Məsəl üçün, siz özünüzdə aid eləməlisiniz ki, D nədir ki? D hansıdır? D-ni nə biləcəm nədir? Deməli, D klaviaturadan daxil olunmalıdır uşaqlar. Doğrudur. Deməli, D Nədir? klaviaturadan. Məsələn, D-ci elementin, siyahının D-ci elementini silən. Hı. Deməli, biz bu D-ni də daxil etməliyik də kənardan. Sonra n input, n bərabər ya da x bərabər n input yazarıq da. Ha, etdik. Bunu etdik. D-ci elementi təyin elədik. Aha. İndi bunu necə silərik? Siyahı məsələn Dellə adi dellə. 5-ci elementin silsin. Del L D minus 1 olar da. Əla, D-1. Çünki 5-ci element deyirsə siyahıda element sürüşəcək. Düzdür. Sonra print el. Print. Evet. Okey. Yoxlayaq. Hı. 3 elementli siyahı veririk məsəl üçün. İkinci elementi silmək istəyirik. İkinci elementimiz burada 45 olasıydı. Düzdürmü? 45'i sildim. Bu kadar. İndi deyirik ki, məsəl üçün biz bugün sort işləyəcəyik əslində. Yavaş-yavaş sorta da keçid eləyək. Deyirik ki,
Daxil edilmiş bir siyahını sübhan artan sıraya görə sıralayan kod. Müəllim, Düzdür. aha deyim. Aha, siyahın daxil edilməsi var. Burada nə Ya etməliyik daxil bu siyahda? burada demək artan sıraya görə deyilsə, yəqin sort olunmalıdır da biz. Hı hı. Siyahımız da L-dir. L nöqtə sort yazaq, mötərizə ilə bağlayaq ondan sonra. Ee, Sonra Sonra da L çap printi eləyək də sildim yəqin. mi? Necə? Ha, printi silmişəm. Elə bilirdim printi silməmişəm. Print. Yox. L. Aha, Demək ki, bu run edək. kiçikdən böyüyə doğru düzür. Aha. 5 elementli bir siyah olsun. Şimdi burada bir problem görərsiniz. Aha. Ha. Heç bir problem olmadı axı. Problem olmadı ama niye olmadı ki problem? Orada əslində int inputu birinci verib, Hə də sonra buna onların görə boş cavab deyirdim versək mən. daha yaxşı olardı. Yo, burada biz nəyə görə dedim problem ola bilər? Çünki burada biz input yazmışıq. Burada int eləməliydik əslində. Ona görə. Mən 12 siyahının əvvəlin bunu görmədim, bildim. Elə bildim bu intdir, ona görə. hə, yo, gördüm görmədiyini. Sadəcə olaraq elə belə də işlədi, düz işlədi. Heç nə problem yoxdur. Mən bir də elə olsaydı mən sən nəyə görə fikirləşirdim? Proqram verilsə belə bu input olsa məsələn. Hı? Bir Aha. saniyə. Bir baxacağıq ki, Run hansı edeyim, yox. Məsəl üçün 5-lərlə başlayan bir şeylər olsa, məsələn. Tamam ki, 5 elementdə olsun. Məsəl üçün 12, 5, 55, 67, ondan sonra 43. Hə, belə. Hə, bax bunu demək istəyirdim. Gördünüz? Bayaqki təsadüfən düz alındı. bu niyə Burada belə oldu input ki? olanda. Çünki bunları STR olaraq qəbul elədiyi üçün bunları sort elədi. Yəni 1-lərlə olan qutarandan sonra 4-lərlə, sonra 5-lərlə olan, sonra 6-larla olan. Hə, Bunu aydındır. demək Burada istəyirdim. əslində yenə deyirəm int olmalıydı. Hı. Çünki O ədəd vaxtki daxil sualdır, edilirsə. qarşınıza düşər. Məsəl üçün belə verib, kodu sizə belə verib, daxil ediləcək ədədlər də verib. Hə, burada siz sortu eləyəndə siz bunu nəzərə almalısınız. Bilirsiniz nə? Nə dediyimi? Burada int deyilsə. Başa düşdüm. Bu qədər detaya bəlkə də girməzlər. Amma indi hər ehtimal deyirəm də sizə. Aha. Yaxşı, bəs mən desəm ki, bir siyahını azalmaya görə sıralasın. Onda nə edərik? Hə, sübhan. Hələ ki sübhandayam. Necə? Kod rahat Mən idi deyirəm də. da. Bu normal kod idi sübhan. Bu sadə Mənim bildiyimiz səsiniz gəlmədi. Bir də deyin zəhmət. səsim gəlir indi. Aha. Deyirəm ki, bu kod sadə idi də, Bəli, çox sadə idi ki, bir bəli, dənə bəli, sort indi gəlir. edirsən, başqa bir Sortuydu şey bu. eləmədin. Hə. İndi mən deyirəm ki, azalmaya görə sıralasın. Onda nə Aha. edərəm? Nə etməliyəm burada? Tərsinə Azalmaya çevirəcəm görə. də yəqin ki. Aha, düz. Reverse. L nöqtə reverse. Reverse. Elə bil ki, sortla çoxdan aza doğru gedir. Reverse-lə də daha doğrusu sortla azdan çoxa doğru gedir. Reverse-lə də çoxdan aza gedəcək. Də elə bil ki, tərsinə çevirəcəm. Güzel. Çoxdan aza doğru getdi. İndi deyirəm ki, mən bir siyahıdır, amma qarışıq verilibdir. Yəni içərisində tutalım ki, Mətndə var. mətndə var, rəqəmdə var və s. İndi o mənə Bəli. bütün orada siyahıdakı rəqəmlərin cəmini versin. Bu dəfə baxırıq, Rəqəmlərin cəmi. dəyanətlə baxırıq bu dəfə. Dəyanət siyahını bu dəfə Hı. hazır verəcəm. Ki,
İşte. Məqsədimiz nə idi dediniz? Hazır siyahıdan. Siyahdakı ancaq rəqəmlərin cəmini versin. Ha, Siyahdakı rəqəmlərin birinci. cəmini versin. Rəqəmlərin fərqi yoxdur. Məsələn, E, ədədlərin cəmini. Bunu belə edeyim, ədəd olsunlar. Hı, buyur. Nə yazarıq? dövr verə biliriz. S bərabər 0 yaza bilərik. Sonra şərt qoyarıq. For ina. Ha, Hı. yazdım. Hmm, Şərt qoymadım, dövr qoydum. Şərt qoyum. Hayır, dövr. Yo, şərt Hı. yox. Ədəd olması üçün bizə int tip lazımdır. Onda e, if tip i bərabərdirsə intə olar elə. Type i. Ya intə ya da float da olar da. Float əslində bizə lazım deyildi. Orada sadəcə 27, 345, 38 Ola də. bilər də, mən sənə bunu nümunə üçün göstərdim. Ola bilər, niyə olmasın ki? Hə, yazmaq lazımdır. Onu yazaq. Var, Sonra aha. S bərabər S plus A yazarıq. S plus i. Aha. A olmayacaq, S plus A. A niyə? A nə idi ki? A siyahı A, deyək. hə. Yazmaz. Heç sonunda print S. Print S. Aha. İşlədi. İndi sən nə demək istəyirəm? Məsəl üçün belədir siyahımız. Deyənət. Tam ki siyahımız belədir. Və mən deyirəm ki, istəyə də olsa bütün rəqəmlərin cəmini versin. Yəni bəziləri istəyir kimdir, amma rəqəmdir. Onda nə edərik? Heç o elə if type i hissəsinə bərabər int or float bir də str yaza bilərik də. I bərabər str. Type i bərabər str. Olmaz elə. Type i istəyirdisə, bu da istəyirdi axı. Müəllim, bir söz deyə bilərəm. Bəli, Onda is digitdən istifadə edəcəyik. bəli. Hə. Bəs bir dənə sual verəcəm. Hı. Madəm is digitdən istifadə eləyəndə olursa, biz niyə görə bu boyda type, int falan yazdıq? Elə birbaşa is digit yazsaq olmazdı. Yoldur da, bu da nə ziyanı var ki? Hə, çünki siz o məsələni deyəndə mən özümdə yazdım, ancaq is digitlə yazdım. Yəni onda hər zaman düz çıxır da. Onu soruşurdum. Çıxır. Yoxlayaq gəl. 414 olmalıdır da cavab. Bəli. Olmadı. Niyə? Hə, izləyicid intə işləmir, gördünüz? Ancaq STR işləyir. Bəli. Aydın. Bəs İndi yaxşı, yenə belə bir şey istəmirsə, int. Hə. İndi e, bunu da int eləyim, qoy. Int i. Int i, Fuati. Fuati eləyim. Fuat eləyəcəm ki, kəsri itirməyək. İndi oldu. İldiç burada işləmədi. Burada ona görə onu bir çevirib toplamalıydım da. Çünki bu izləyicini yoxlasa belə STR kimi saxlayır da. Sən burada nəsə eləməlisən toplayarkən. Ona görə bunu int eləsəm də burada məsəl üçün 5/5 olsaydı, məsələn 27/5 olsaydı, bunu int eləsəm sıxıntı olmayacaqdı uşaqlar, problem olacaqdı. Bildiniz necə? 0/5 itkimiz olacaqdı. Yoxlayaq. Göstərim.
İndi işləyir 414,5-də, amma int eləsəydim. Gördünüz? 414 oldu. Aydındır. Ona görə də bunu float elədik. Okey. Bəli, mən başa düşdüm. Belə. İndi keçək yenə Sübhana. Bir başqa suala. Deyirik Bəli, ki, müəllim. Sübhan, verilmiş Aha, bir siyahıdakı belə bəli. bütün ədədlərin kvadratları hasilini hesablasın. Nə edərik? Quadratın hasilini. Aha, birinci siyahı daxil eləyək. M Hı. bərabərdir int input. Ondan sonra nə bilim bir boş siyah yaradılır. For in range. İndi burada var da siyahı, məsəl üçün. Gəl bunu düzəldək. Olsun bu siyah. Input Bir söz eləyəndə deyim. mən niyə siyahını belə verəməyim? Mən bunu input eləsəm, oradan ya int eləməliyəm, ya float eləməliyəm, ya da siyahını özüm daxil etsəm. Aydındır. Bir dənə Ya da sual input. verəcəm. Mənim kitabımda uşaqlar, cidden üzrü say, 57-ci Hə. sualda biraz uzundu, amma orada başa salmışam ki, məsəl üçün siyahıya müxtəlif fərqli tiplərdə inti daxil etmək üçün nə etmək lazımdır? Proqramımıza uzun deyil, aid deyil deyə onu burada izah eləmirəm, amma onu özünüz baxa bilərsiniz. 57-ci sualdadır. Aha, buyur. Buyur Sübhan. Hə, bunu soruşacaqdım ki, siz ədəd deyəndə buradakı 4-ü də nəzərə alım yoxsa almayım? Hə, alacaqsan. Bonus da burada alınıbdır. Ha, sən onu elə, mən də burada dəyişiklik edəcəm usta. Onda bir də saniyə. Demək, hasil və P1 yazaq da. P bərabərdir 1 eləyək. Bu S-i silək. Çünki hasil olanda Hı. biz sıfırla yox, birlə işləyirik. Hə, burasını düzəlt, sonrasında bir başqa formatda deyəcəm onu sənə. Amma P sonra deyəndə demək, S qalaydı da bu usta. fərqi yoxdur. Hə, Demək, şu anda ondan heç- sonra for inat demək. Bu type falan olduğu kimi qalacaq. Bir dənə də vurulsun float i, bir də 2 dənə vurma işarəsi kvadratı yaza bilərik. İki. Və yaxud da floatini bir dəfə də yazıb özünə vurmaq da olar. Belə fərqi yoxdur. Eyni şeydir onsuz da. Problem deyil, da vurur olsun. Bu belə, bu özlüyündə. Ha, İndi mən işləyir. səndən nə istəyəcəm? Deyəcəm ki, Aha, belə bir siyahı daxil olunub. Bunların hamısının uzunluqlarının bəli. kvadratları hasilini tap. Uzunluqlarını, bütün elementləri Bütün siyahıdakı elementlərinin uzunluqlarının onda cavab belə uzunluqlarını. olmalıdır da. Bir dənə sual verəcəm. Aha, Bu buyur. 7.5-in uzunluğu 3 olur. 2. Əlbəttə ki, 3 olur. Hə, nöqtəni nəzərə alınır da. Demək, Bəli. bizə saniyə özündə qeydinim uzun. Burada biraz çətinliyin olacaq, çünki sən bayaqdan float edib vururdun. Ona görə mən o float sildim. Float eləsən orada artım olacaq. Aha, uzunluqlarının kvadratlarına cəmi. Hı. Demək, siyahımız hazırdır. S1-dir. For in A. A-nın üstündə gedir. Sonra bir dənə, məsələn, bir x dəyişəni qoyum. X bərabərdir len i yazın. Promo eləliyini yazım. Belə yazmayaq daha doğrusu. Hı. Bunu in range-lə geçsək olar. Olar. Yəni hal-hazırda tam Nasıl? dəqiq bilmirəm axırı necə olacaq, amma bir də ağlıma birinci o gəldi. For in range 0-dan len a-ya qədər Hı. elementlərini aldı. Bəli, Sonra buyur. x bərabər olsun demək. Len a-nın i'ninci indeksi kimi yaza bilərəm. Len A-nın A'nın x bərabər də a-nın i'ninci A'nın indeksini inci qoy. indeksi. Ha, A'nın inci indeksi olsun. Yox, uzunluğuna. Yəni ki, len mötərizədə a-nın i'ninci indeksi.
Yox, heç Elə bir şey. mənim problemim bilsən nədir? Eləyimi ona problem yoxdur. Amma məsəl üçün 7.5-in, 3-ün sən axı Lenin ala bilmirsən, Len STR-də işləyir. Onda biz onlara STR Hə, çevirməliydik. odur. Bəli. Bir dəqiqə. Onda yazaq ki, yaxşı, x bərabərdir STR A-nın ininci indeksi. STR-i çevirə bilərəm da, yəqin belə. Ee, ha, A-nın. okey. Aha. Sonra y bərabərdir len A-nın ininci indeksinə. STR eləyəndən sonra belə olsun. Linux eləyək də. Lenanın incindeks nədir? X-ni niyə tapdın sən burada? Aha, len x. Ondan sonra da demək uzunluqlarının kvadratlarına cəmi. S də bərabər olsun, S vurulsun, Y-in kvadratı. S vur. Y-in kvadratı. Hı. Bundan elə bir ki, bir dəqiqə şərtdən daha doğrusu çaşdım. S bərabərdir S plus Y-in kvadratı olmalı. Çünki kvadrat cəmi dedik axı. Ona görə S-i də başda 0 qoymalıyıq. Bilmədim, qoyduq, Hasılı qoymadım. demiştim aslında. Problem değil. Hasılı demiştim. Problem Hasılı değil o. demişdim. Çünki Hı özümdə hı. kvadrat cəm yazmışam. Hasılı Hə. yazım onda. Ya cəmi hasılı nə fərqi var ki? Aha. Onu Hmm. dəyişməyə bir problem değil ki. Bundan başqa nə edəcəyimi bilmirəm. 324. Fakir işlədi. 3'ün kvadratı 9 vurulsun 4 Vurulsun vurulsun 1, 1 vurulsun vurulsun 9, 9 1 və 81 1. vur 4 1 1 81 vur 4 324 324. düzdür. Aha. Bayaqki print burada qalıbmış. Düz deyibmişəm. Aşağıda qalıbmış print. Hə. İndi mən sizə bir şey nə istəyirəm? Biraz sizi karıtmaq istəyirəm. Deməli, mən bunun kök hatları cəmin hesablasın ya da kök hatları hasilin. Nə olsun kök Uzun, hatları hasilin. uzunluğu Uzunluqların kök hatları hasilin hesablasın. Nə edərik? olsun da müəllim. Onda da uzunluqlarının kök adlarının hasilini Y vurulsun 2-də 1 yazacağıq. Qüvvətdə. Belə. Yox, mötərizədə. Onda Y-i 1-ə vurub 2-yə bölmək Ay, kimidir. sağ ol. Onu soruşurdum, düşmədin tələyə. Təbrik edirəm. Çünki onu eləsən böləcəkdi birə, vuracaqdı birə bunu. Sonra Hə, sonra böləcəkdi ikiyə. keçən dəfədən yadımda qalmışdı o sınağımızdan. Bəli, bəli, bəli. Və bir interesno qiymət aldım. Aha. Okey, bundan da keçdik. Mənim amma Aha. import məhz eləyib square root-dan falan da gedib kök almaq Eləyə olar da. bilərdik. Bəli, bəli, edərdik. Amma uzun gedin ona görə lazım deyil. Boş verin. Aha. Onsuz da çox vaxt əslində elə eləmək daha yaxşıdır. Çünki bu biraz nöqtəli ədədlərdə Python xəta verir hərdən bir. Nəysə, onu amma imtahanda səhv götürməzdim. Deyirik ki, indi dəyənət. Siyahını bir-birinə bərabər hissələrə bölən proqram olsun. Yəni, Bərabər. yəni məsəl üçün siyahı bir element silib bütöv çıxardacaq o heç. 2 elementlidirsə bir çıxarsın. 2 siyahı kimi çıxarsın. 3 elementlidirsə 3 bölsün çıxarsın. Necə məsələn siyahı verilib, siyahıda eyni ədəd bir neçə dəfə təkrarlanırsa, Hı. iyi siyahı yığsın. Məsəl üçün belə bir siyahı çıxarsın. Bunu 2 5 5 6 7 8 9 0 7 bu formada çap eləsin. Bərabər hissələrə bölüb çap eləsin. Hı? Uzunluğu lazımdır birinci bizə məncə. Yazar x bərabər ln a. Hı.
Yazdı. Bərabər hissələr bölməsi üçün neçə element var? 2, 4, 6, 8, 9. Yarıya Bir hissə böl. qoymam, daha rahat eləyirəm. Məsəl üçün, ən az 2 hissəyə bölünməlidir. Yəni, ya Yəni, ona 8 görə elementdir, ya 9. Belə fikirləşək. Deyək ki, while ən az qoymaq lazımdır burada. Amma başqa bir dəyişən də verək də. Məsələn, C. C bərabər 2 verək. Sonra while şərti qoyub yazaq ki, x-in 2-yə qalığı, daha doğrusu C-yə qalığı bizə olmalıdır sıfırdan fərqli. Yoxsa hədə nə vaxt ki sıfırdan bölünür. fərqli. Hə, sıfırdan fərqli. İyi anahtarı. Aha, nə olsun? C olar C plus 1. Nə idi? Mən C ilə işləmirəm, həmişə əlim iynə gedir. Aha, Sonra for in range yazmalıyıq. Yanağını nə vermişdik? X vermişdik deyəsən. Sıfırdan Lena'ya Bismillah, bu nə sıfırdı? Ha, sıfırdan Lina'ya. Hı. Sıfırdan Lina'ya olsun. Burada start stop step yadınızdaydı uşaqlar sizin. Başdan sona qədər Sonuncunu plan alır. Bəli. addımla. Hə. C'ni də yazmalıyıq oranda. Hər hansı bir addımla. İndi əgər bizim fərqimiz C-dirsə, qoy C addımdan geçsin də. Hı? Hə. Aha, printi necə verərəm? Printi necə verərəm deyənət? A siyasının. A plus C ilə. A siyası, məsəl üçün, başlasın 0-cı indeksdən, yəni i-dən başlasın. Geçsin hər dəfə i plus c-yə qədər. I plus c-incini almayacaq onsuz da. C-yə qədər geçsin, heç nə elə belə eləmək bəsdir məncə. Elə A orada siyahının içində I plus C yazsaydıq olmazdı. Birinci i nəyə lazımdır? Necə? I plus c Print yazsaydı. A kvadrat mötərizənin içində aşağıda yazılır print A var. Kvadrat mötərizənin içində Hər dəfə I plus sıfırdan C başlayacaq. yazardıq. Necə? I həmişə sıfır qalmayacaq. Hə, hə. I həmişə sıfır qalmır. Gələn dəfə dəyişir. Belə olur. I-dən I plus c-ci indeksə qədər. Aha. Bunu yazdıq. İndi deyirəm ki, proqramı əməlli başlı çətinləşdirəcəyik. Kaskatımızı qurmuşuq. İndi bunun üstlərində biraz oynayaq. Deyək ki, daxil edilmiş bir siyahı var. Onu. Siyahını da elə eləyəcəm ki, 14 elementli olsun siyahı. Bir saniyə beynimdə sualı hələ indi qururam. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Hə. 14 elementli bir siyah olsun. Hə. Məsəl üçün də buradan da özü verə bilər. Deyirəm ki, siyahını ilk bölündüyü sadə ədəd qədər hissəyə bölsün. Sadə ədəd qədər. Məsəl üçün 7 olsun siyahım. Cümləni düzəldə bilmədim. Siyahının Ədəbiyyatım. uzunluğu. Azərbaycan dilim burada ləğv oldu. Aha, siyahın uzunluğunu elə ki 14 elementli siyahıdır. Bu 2-yə bölünəcək də normalda düzdür. Amma mən 2 ayırmağını istəmirəm. İstəyirəm ki, ilk bölündüyü sadə ədəd 2 sadədir əslində, hə? 2 sadədir axı. Sadədir. Nə götürüm? 11 götürüm. Nə götürüm? 11 götürsəniz də 11 böləcək. Elə bir dənə siyahını Hə. uzun sayılır. Yox, nə götürüm elə? Hansı ədədi götürüm mən? 5.
Yox, o da 10 olsa 2-yə bölünəcək. 15 elementdə olsa bəs. 15 3-ə elementdə olsa. bölünəcək. 3. 3 də sadədir, hə? Bəli. Çətinmiş ya bu riyazi işlər. Belə oyunda 14 element siyahıdan 2-dən sonra gələn elə bil ki, onu tapmaq olmaz. Hə, Gələn 2-dən sıralama. sonra gələn ilk sadə elementə element sayı qədər bölsün siyahını. Element sayı uzunluğunda bölsün. Ha, düzəldirik cümləni yavaş-yavaş. Okey, düzəltdim sualı. Daxil edilmiş siyahının 2-dən böyük ilk sadə ədəd, ilk bölündüyü sadə ədəd sayı qədər uzunluğa bərabər hissələrə bölən proqram. Yəni bunu 7-7 böləcək. Sən sadə olub olmadığını tapmalısan. Ki həm sadə olsun, həm buna bölünsün. Necə edərik? Bəli, dayanaq. Deyir müəllim. Bana verdiğiniz sual hara, bu hara, Sübhan da verəcəm indi, narahat olma. Dəli suallar gözləyir Sübhan da indi. Hə, deyir Sübhana verdiğiniz sual hara, bu hara müəllim. Mən bu işin içindən necə çıxam? Lənət. Mən Ayıqlı. eşidirəm, düşünürəm. Aha. Yəni, Sadədə qaralama necə tapırdıq? Olsa 2-dən böyük deyil. 1-lə 2-ni yoxlamağına ehtiyac yoxdur. 2-dən böyük sadədə lazımdır. Necə edərsən? C-nin 2-dən fərqli edicidir. Ola bilər C-ni 2-də 2, yəni 2 yazmıyor, dəyişək. C-ni saxla hələ ki, bunu 3 yazar. dəyişərik. 3 C-ni yazar. dəyişərik. Hə. Olsun, C-ni 3 yazarıq. Amma birinci bu sadəlik məsələsini həll edək də. Hı? Necə taparıq siyahının uzunluğu, yəni x-dir. X-in sadə, hansı sadədə də bölündüyünü tapmalıyıq ilk. Müəllim, mən deyə bilərəm bu hissəsini. De. Yaxşı. For in range sadəliyini yoxlamaq istəyirsə, for in range sıfırdan x-ə qədər. Ədədimiz x-dir da, deyəsən. Hə, 2-dən x-ə qədər olsun. 2 yox, 3-dən olmalı deyəsən. 3-dən x-ə qədər. X-i də götür. X-i götürə də bilər aslında. X plus 1-ə qədər. Çünki ədəd özünə də bölünə bilər axı. Ondan Hı. sonra qoymalıyıq ki, bir dənə də dəyişən qoyaq. Tutalım ki, bilmirəm, S bərabərdir S plus 1 kimi daha elə bir ki. S-i də 0 qoyaq. Yəni hər elə bir ki gəlir, yox, bölünmə şərtini unutdum ya burada. Bir dəqiqə, burada qoymalıyım ki, if demək x-i i-yə böləndə qalığımız 0-dırsa onu qoymalıyam. O şərti qoymaq unutdum. If x-i i-yə böləndə qalıq 0-dırsa qalıqlı bölmə faiz. Faiz işarəsini axtarıram. 5. İkisinin i-yə qalığı bərabərdirsə 0-a. S bərabərdir S plus i-yə. Sonra da qoymalıyam ki S plus i-yə. S plus 1-ə. Hı. Sonra da qoymalıyam ki, yəni S2-dirsə ədəd sadədir, 2 deyilsə də mürəkkəbdir, yəni. İflə də yoxlaya bilərəm onu. Təbii ki. Yəni sadə mürəkkəbliyin belə yoxlamırdılar. Məncə belə idi axı məli. For in range 3-dən x plus 1-ə qədər dedik. Düzdür? Aha, bəli. Əgər tam bölünürsə, S-in Bölünür. üzərinə Hə, bir gəl. mən bildim buradan eləyəsiniz. Siz mənim dediyim ancaq sadə mürəkkəbliyi tapın. İndi bunun üstündə siz qoymalısınız ki, yəni İndi biz S2-yə burada sadəni tapdıq. Məsəl üçün ədədimiz elə bir ədəddir ki, 5-ə də bölünür, 7-yə də bölünür. Məsəl üçün 5-i götürəcək də onda, aydındır ki. 5-i götürəcək, 7-ni. Niyə? Niyə 7-ni götürməyəcək?
Niyə götürsün ki? Yəni biz burada ədədin sadə mürəkkəbliyini yoxlayırıq. Sizin dediyiniz elə bil ki, Bildim, məsəl üçün. Sən burada yoxladın ki, məsəl üçün bu nədir? 14 elementdir, düzdür? bəli. 14-ə qədər ki, ilk sadə ədəd tapırsan da, düzdürmü? Burada da 7 çıxır. Aha. Ha, burada 7 çıxır da, düzdür? Yaxşı, bu olsaydı 7, 14 olmasaydı, məsəl üçün 15 olsaydı, düzdür? Bəli. 15 olsaydı, 3-ü tabacaqdı, 5-i. 5-i. Həm də biz sadəlik tapırıq. Bu sadəliyi tapırıq ki, deyir bölünürsə, x bölünürsə i-yə. Sadə x i-yə bölünürsə. Sadə Sonra bölünməlidir ki. bəli, yox, bir dəqiqə. Siz Məsəl üçün, burada nətər 7-ni, burada necə tapır ki? Mən anlamadım sənin nə istədin. Burada hə, bizə saniyə 7-ni necə deyirsən, mən də tapır ki? qarışdırdım ne dediyimi. Burada 7-ni necə tapır ki, ümumiyyətlə? Bir dəqiqə deyirsən, mən də qarışdırdım dediyimi. Mənim Sən burada dediyim, bölənini tapdın, ki, hansı bölünür? hə, özünə bölənini tapdım da. Sən Bə- sadəni tapmadın ki burada. Biz özünə bölünən sadə ədədi tapırdıq. Sən birinci bu siyahıdakı ilk sadə ədədi, məsələn, L-nə qədər, X-ə qədər ki, ilk sadə ədədi tapmalısan. Ee, Mən bir dənə sual verəcəm. Bu siyahıda biz dediyiniz bölürük. Biz bu siyahını 7-7 bölürük, yoxsa ilk sadə ədəd tapıb onun indeksi qədər bölürük? 7-7 böləsən, amma ilk sadə ədəd 7-də. Məsəl üçün, olsun 7 olmasın. 7 sənin kartındırsa 5 olsun, məsələn. 15 olsun, burada 5 olsun. 3 olsun. Aha, 3-ü tapmalısan, məsəl üçün sən. Tamam ki. üçü tapmalıyam. Sən tapmalısan ki, birdən həmin ədədə qədər ki, İlk sadə ədəd. ilk sadə ədəd hansıdır? Yəni sən bir-bir ədədləri götürüb onun sadəliyini yoxlamamısan. Burada defə Hə, başa gedəcək düşdüm. məncə. Sonra break eləməliyəm. Defə Def gedəcək qoymasaq burada. da olmalıdır əslində. Defsiz də olardı, amma def də olsa olar. Yaxşı, Break deyim eləsən müəllim. proqramı kəsəsən ax. Aha. Yox, break belə Def sadə. u qoydunuz dəyişənə. Olsun formaldə olsa fərqi yoxdur. Fərq yoxdur onsa. Hə. Demək İndi sadəliyi burada necə yoxlayaq? Deyək ki, hər hər hansı dəfə bir ədəd. ədədi aparsın ora, bir-bir yoxlasın, məsəl üçün x-ə qədər ki ədədləri. Hı? For in Əgər, range. əgər indi for in range u-ya qədər yoxlamalıyıq. For Bəli, for in range in hətta u plus 1-ə qədər. range u plus 1-ə qədər niyə ki? Bəlkə u 7-dir, 7-də sadə ədəd. Bütün ədəd özünə Məsələn, bəlkə bölünür axı. üçdür. Yo, burada ədəd özüdür. No. Hə, olsun. For in range. Aha. U-ya qədər. Neçədən uya qədər? 2-dən 0. Hə, 2-dən. Zaten olsa biri götürməzdi məncə. U-ya qədər. uya qədər. Demək ondan Uya sonra qədər desəm 0-1 də götürəcək də. Mən burada sırf bunun sadəliyini yoxlayıram, ha? Onun sadəliyini yoxlayıram. Deyirəm ki, Mən elə bilirəm ki, u bunun uzunluğu deyil. yox. A-nın uzunluğu X kimi. bərabərdir 0. Hı. If u-nu j-yə Əgər böləndə Aha. qalıq 0-dırsa, Əgər unun J-yə unun J-yə qalığı bərabərdirsə 0-a s bərabərdir ya s da plus 1. fərqlidirsə 0-dan Aha. 0-dan S bərabər olsun 1-ə. S-i dəyişsin nə vaxtsa olsa. İndi foru çıxanda yoxlasın. Əgər S bərabərdirsə
Sıfırdan. S bərabərdirsə sıfırdan. S bərabərsə sıfıra, yəni dəyişməyibsə, sadədirsə. Return eləsin. Sıfır. Ya da bir. Else. True da yaza bilərdim orada bu arada. Əgər bir olubsa, dəyişibdirsə. Return eləsin, yəni sadə deyilsə. Sıfır return eləsin. Aha, sadəlik qurduq. İndi x-i götürdü. For in range eləsin. Deməli, x 3-dən x plus 1-ə qədər. Nə qoymuşam? Sadə. Əgər, nə if idi. Aha. Əgər sadə i sadə i bərabərdirsə nəyə? 1-ə 1-ə. Sadə i 1-dirsə. Deməli, sadə i 1-dirsə nə etsin? Əgər 1-dirsə, yəni tapdıqsa bunu, tutalım ki, bir-bir yoxlayacaq. Hansı sadədirsə, hansı ədəd sadə oldusa, ilk tapdığı sadəni. İndi burada diktə eləmək istəyirəm. Diktə eləsəm hamısını kəsməyəcək görəsən. Aha, sadə i 1-dirsə, biz nə edəcəyik? Belə eləsin də. 1-dirsə, məsəl üçün tapdıq ki, budur, 3-dür. Yoxlasın. Sadə i 1-dirsə, atsın, qoy şeyə, siyahıya atsın. Ən yaxşısı budur. Cəsməni. Çünki burada problem yaşamaq istəmirəm. Dənə K siyahısı. Çox baya bir uzun proqram imiş ha bu. Yoxsa mən belə uzatdım görəsən. Bir dənə K siyahısı atdım. Biraz elə bir qarışıq oldu. Sual müəllim, çünki şərtin ilə əvvəlcədən unutdum. Biz nə edəcəydik? Bir dənə zəhmət olmasa onu deyim, bir dənə qeyd edeyim özümdə. Sən nə edirdik? Bir siyahı verilibdi, düzdür? Aha, Siyahının uzunluğunun bölündüyü ilk sadədə tapırıq. Hı? Okey. İlk sadədə tapdıq. Sonra siyahını aha, o sadə ədəd uzunluğunda hissələrə bölürük. Həmin ədəd uzunluğunda hissələrə bölürük. Aydındır. Aydın deyil. aydındır, aydındır. Hı. İndi KNF-də append eləsin i-ni. Hı. K-ya atdıq. İndi bax bu qədər hissəsin işlədə bilsəydim, görmüşdük bu qədər hissəsi. 3 işləyir. Nə qədər ki, bir saniyə. Bu hissədə sadəliyi yoxladıq. Sonra x-i append elədik i-ni. İşləyən bu hissədə aldanmayın. Burada yoxlayır. İndi mən hər dəfə yoxlayıram ki, gərək birinci yoxlayıb sonra. Burada siz nədir problem? 2-3 dənəsi olsa necə olacaq? 2-3 dənəsi olsa, bölünsə. Necə yəni 2-3 dənəsi? Hə, eyni anda 2-3 dənə Hmm. sadə ədədə bölünsə.
İlkin tapsın deyə tərsini çevirəcəm. İyi, işlətməmişəm, işlətmişəm, iyi. Ha. For if inka. İnsan özü niyə belə bir şeyə salar? Kim rahat proqramlar yazıb gedirdik. For if inka. If kanın içində gəzir. Sonra deyirəm ki, sən getdin şeydə. Buradan gəl. P işlətməmişdik orada yuxarıda. P yoxdur. P bərabər olsun. 0 məsəl üçün dəyişəcəyim aslında. If inka. Aha. If əgər. Aha. İndi yoxlayıram ki, nəyə bölünürsə. Uzunluğuna bölünməni tapmalıyıq da, düzdürmü? Uzunluq hansı ya? A'nın. Lena nədir? İstilər düzdür X. If X'in F'ə qalığı bərabərdirsə sıfıra. X'in F'ə qalığı sıfıra bərabərdirsə, aha, P bərabərdir nəyə? F'ə. P bərabər olsun F. Aha, for in range sıfırdan Lena'ya qədər F addımla tarix istəyənsin F. İnşallah işləyər, yəni bu da əziyyətdən sonra. F yoxdur ki o. Hə, P ad. P. Aha. Biz euro. Harda deyir range? 3. Heç C-ni işlətmirik, hə? Burada S işlətmişəm, burada S işlətməmişəm. Bir saniyə. Nə deyir burada? Nə işlətmişəm ki? 0 qoymuşam. Demişəm, əgər UC-yə bölünürsə, S-ə 1 ilə 0 olursa 1, əks halda 0 qaytar. Siyahını vermişəm, K-nı vermişəm. Bu X-in uzunluğudur. 3-dən X plus 1-ə qədər getmişəm. Yoxlamışam. Dən böyük istəyirəm deyə. 3-dən uzunluğuna qədər getdim. Aha. Əgər sadə i kas reverse 0-dan Lena'ya qədər. Burada da i yazmışam. For. Aşı olsun, görək bunda düzələcək. Nəyi səhv eləmişəm uşaqlar? Bir dənə baxın görün nədir. Burada da problem. Range deyir 3-dən X plus 1-ə qədər gedə bilmir. 0 yoxdur. Bu düzələcək yəni. Buradan X plus 1-ə qədər. Range. Bir 0 gəlsə nə olar? 1 bərabərdirsə 1-ə, K-ya append elə eyni. Bu nə deməkdir bunun tərcüməsi? Zero division error. Nə deməkdir ki bu? Mən tərcümə edeyim görüm bunu. Yəni sıfıra bölünmə xətası.
Division bölmədir da, sıfıra bölünmə xətası. Haradasa biz sıfıra bölürük ki, nəysə. Tam ədəd bölmə, elə tutulmadı. Əgər 2-dən U'ya qədər deyirəm ki, əgər bölünəndə sıfırdan fərqli, U'nu J'yə bölən, U'nun J'yə qalığı, peki burada da bərabərdirsə sıfıra, S bərabərdir 1-ə. Nədir səhvimiz? İlkin proqram yazdıq. F-i yazdıq, S bərabərdir 1. For in range 2-dən U'ya qədər. Əgər U'nun J'yə qalığı 0'dırsa, S bərabərdir 0. Burada demək istəmişəm ki, ədədi veririk. 2-dən həmin ədədə qədər. Əgər o aralıqdakı nəyəsə tam bölünürsə, S 0 olsun, dəyişsin. S axıra qədər 0 qalıbdırsa, yox, 0'dırsa, return eləməlidir 0'ı. Return eləməlidir 0. Əgər dəyişməyibsə, return eləməlidir 1. Düzdür? Return eləməlidir 1. Ki, belədir. İndi əgər deyirəm sadə ədəddirsə, İndi deyirəm ki, sadə ədəd, bu siyahıda gəlzir, K-da boş bir siyahıda. Deyirəm ki, 3-dən x+1-ə qədər gəl. Əgər sadə ədəddirsə, append elə K-ya. K-ya bütün sadə bölünənlərini əlavə edir. Məsələn, 15 ədədli deyə 3 olmalıdır bunun içində, 5 olmalıdır bunun içində. Düzdürmü? 3-ə 5-ə ən azından bölünməlidir. Sonra deyirəm ki, əgər K-ya append, K-nı reverse edim ki, tərsinə olsun. Sonra əgər bölünürsə, F in K. Əgər F K-nın içindəki hansısa bir ədəd isə bölünürsə, P həmin ədəd olsun. Sonra dedim ki, for h in range 0-dan Lena'ya qədər P addımlı. Hər Mən dəfə bir şey deyim, bu alanda, işlər burada yoxsa h eləməliyəm, burada. H-dan h+P-yə qədər. Olduq nəhayət. Belə. Amma 5 oldu, axı mən 3 istəyirdim. Hə, 3 oldu da 3 ayrı. Hə, şey, tam işləyir proqram. Vəssalam. Atım qrupa proqramı. Baxmaq Mən istəyirsiniz. bu biraz yəni ki, bayaqkı double və biraz elə uzun oldu. Mən bir dənəsini sizə göndərdim. Elə siz yazıb qulaq asarsanız yazırdım başqasını. Biraz daha qısa yazmışam. Mən orada Səninkini də var. götürüb analiz eləyərik. 2 Necə? saniyə qrupa. İndi götürüb onu analiz eləyərik. Hı. Yazmışsan bayaqdan bizə niyə demirsən biz burada zülüm çəkirik. Bilmədim tam düzdür yoxsa yox. Ona görə demədim. Zarafat eləyirəm. Elə bir ki, orada B verdim. Sonra foreign range verəndə təhdsə 2-dən fərqli olanda olmasa false verir, B false verir. Qırık eləyir. Burada siyahın özünü daxil eləmişsən. Yoxsa var siyah. Ben heç nə olmadı. Heç nə çap olmadı. Run etdim heç nə olmadı axı. Görək nə eləmişsən.
Sən niyə belə boşluq qoyursan arada? O öz nəsə VS Code'da avtomatik gedir. Aha. C-ni 3-dən başlatdın. Nə qədər ki C kiçikdir, bərabərdir X-dən. Ən birinci bölünəni tapmısan. Hansına Bəli. bölünür? Aha, məsəl üçün bəlkə 3-ə bölündü, məsəl 4-ə bölündü, amma 4 sadə deyil. Onda necə olur? Niyə çap eləmir dəyənət heç nə? Sən yoxladın bunu? Yoxlamadım. Çap eləmir axı heç nə. C, C-i bərabərdir sıfıra. Sən niyə o çox ehtimal ki, bunun birində birik verib yəqin ki. Birikdə də kəsib proqram yəqin ki. Plus bu da elə. Bu neçə sətirdir? 17 sətir. Bu da elə balaca kod deyil bu arada. Ya bildim, mən sadəcə şeyə uzunluğa görə demirdim. Saniyə görüm. Ki, daha çox getdi sizin yazdığınız görə. Aha. Saniyə baxım bunu. Neçə sətirdir? 17 sətirdir sənin kodun. Əslində yazmısan, maraqlıdır. Amma sadəcə olaraq orada Bir dənə baxım birinci təzədən onu bəlkə nəsə orada yoxlamısan. gözdən Bir dənə qaçıb. bax. 17 sətir bu, odur, 22 sətir budur. Bax gördük, bizdə məsəl üçün bu haşdan haşa bölməli idi. Bunu i saxlamışdım, yuxarıda i var idi, problem yaradırdı. Ümumiyyətlə, normalda siz, yəni gələcəkdə proqramist olanda da birbaşa oturub, yəni kod yazmaq deyilən bir şey olmur ki, hamı səhvsiz yazır. Yazıb, üzərində düzəldib, dəyişiklik edib, elə öyrənirsiniz. Yəni, neçə ilin proqramistlər də xəta verir, işlədir, yazır. Bizdə biraz mükəmməliyyətçilik elə bir hala gəlir. Sən mükəmməl olmalısan, sən qətiyyən səhv eləməməlisən. Qətiyyən, yəni müəllim hər şeyi bilməlidir və yaxud da proqramistdən hər şeyi bilməlisən, nə həkimsən falan filan. Amma o da bir şey gətirib çıxardır ki, insanlar standartdan çıxmırlar kənara. Məsəl üçün, mən müəlliməm 10 dənə sadə proqramı yazdırıram ki, heç bir şeyə getməyim də, yəni riskə getməyim. Birdən deyərlər ki, yaza bilmədim müəllim. Amma niyə ki, yəni yeni proqram ağlına gəlirsə yaza da bilərsən, orada səhv də eləyə bilərsən, ümumiyyətlə yazmaya da bilərsən. Bunlar hamısı normal haldır. Sən də məsəl üçün proqramı yazmısan, bu əla bir şeydir ki, nəyisə düşünə bilirsən. Düşünmə qabiliyyəti hər adamda olmur. Çox təəssüf ki. Yəni bu düşünmə bacarığının olmağı böyük bir nemətdir. Onun üzərində işləyib, indi olmasa da axşam oturub qəşəng işləyib üzərində bir neçə dəfə yazıb onu daha yaxşı təkmilləşdirə də bilərsən. Belə, baxaq. Bir dəfə də baxaq burada nə iş gördüyümüzə. Deyənət, sən proqram yazırdın. Bir dənə yuxarıda sadəlik olan def yazdım. Niyə yazdım? Çünki hər dəfə təzədən defi yoxlamayaq deyim. Burada sadəlik yoxlayır mənə. Burada da 9 sətrimiz sadəliyə gedir əslində. Sadəliyi yoxlayıb qaytarır mənə. Sonra bunda necə yoxlayır? Əgər bölünürsə, S-i dəyişirəm. S0 olur. Yəni ki, mürəkkəb oldu. S0-dırsa, mürəkkəb qalıb return edir 0. Əks halda 1 qaytarır. Ki, yəni yox, mürəkkəb deyil, sadədir. Sonra keçirəm bura, siyahımda onsuz da bir dənə boş K siyahısı verirəm. Mənim siyahım burada 2 dənə ədədə bölünür tam olaraq. Yəni 3-də sadə ədəd, 5-də hər ikisinə bölünür. Mən amma ilk tapdığı sadə ədəd istəyirəm də. Ona görə x bərabərdir Lena yazdım. For x 3-dən 2-dən böyük demişdik. X plus 1-ə qədər gedir. Əgər sadəliyə gedəndə, yəni bu defə gedəndə buradan mənə 1 qaydırsa, deməli bu ədəd sadədir. Bunu atıram bir siyahıya. Niyə siyahıya atıram? Bir neçə dənə ola bilər də xəta verməsin deyə və yaxud da nəyəsə mənimsəsəm, əgər mən bunu nəyəsə mənimsəsəydim, bu mənə ən sonuncunu verəcəkdi. Başa düşdünüz? Məsəl üçün K ədədinə K bərabər olsun i-yə. O zaman o mənə %5-i verəcəkdi, 3-ü verməyəcəkdi. Ona görə bir siyahıya atdım. Siyahını reverse elədim, tərsinə çevirdim. Oradakı ilk bölünən mənim əslində, yəni son bölünən mənim ilk bölünənim olacaq. Başa düşdünüz? O formada elədim. Onu götürdüm. Təzədən hash range elədim. Len-a. Burada i olmağı mənə problem yaradırdı. Çünki yuxarıda i işlətmişdim. 0-dan Len-a'ya qədər p addımla
Hər dəfə dedim ki, H-dan H plus P-yə qədəri çap eləsin. Vəssalam, proqram işlədi. Belə. Aydın. Bəlkə də bu qədər uzun proqram düşməz, heç qəbula düşməyib belə. Bəlkə də düşər, get-gedə çətinləşir. Çünki uşaqlar da həm əvvəlkilərdən daha yaxşıdır vəziyyətləri. Ola bilər. Amma görməyimizin ziyanı yoxdur, daha çətin hissələrə girməyimizin. Belə. Kimdəydi sıra? İndi məndədir. Aha. İndi deyirik ki, Hı -hı. bir siyaha fikirləş. Daxil edilmiş ədədlərdən ibarət bir siyahıdır. Hə, bir dənə özüm də qeyd edirəm. Aha, Natural siyahı. ədədlərdən ibarət bir siyahıdır. Bəli, bəli. Burada üçün vurğu olan elementlərin indeksləri cəmini çap eləsin. Yəni hansı ki 3-ün bölənidir. 3-ün vurğu. Böləni yox, Olanları. vurğu. Aha, 3-ün Aha, vurğu. vurğudur. Məsələn 9, Ha. 12 belə da 27. Aha, belə, hə. 30. 3-ün Ha. vurğu olan elementlərin indekslərinin cəmini versin mənə. X-ləri cəmi. Aha. Demək onda birinci bir dənə siyah daxil eləyək. N bərabərdir int input. Görə Aha. siyahımızı elə verək. N demişdim əslində, eyb yox, M də olur. N bərabərdir int input. Ondan Demişdim. sonra bir dənə boş bir siyahı. Yox, L siyahı. Hə, olsun, S olsun. Ha, nə fərq var? Aha. Demək, ondan sonra demək bu siyahını daxil edir. Hə, for in range M-ə qədər. Yəni daxil etdiyimiz ədədə qədər. Aha. Sonra A bərabərdir int input və s.append A. Bundan biz siyahını yaratdıq. Yəni S siyahısıdır. Sonra biz bunun elementlərinin indeksi deyirsiniz də. Onda range-dən istifadə edeyim yəqin ki. Sonra yazıram. For J in range. Len S-ə qədər. Sıfırdan len S-ə qədər. İndeksinə bir baxsın. Aha. 3-ün vurğu. İndi mən yazmalıyam ki, if S-in J-ninci indeksi Aha. 3-ə bölünəndə qalıq sıfırdırsa, 3-ə bölünəndə qalıq sıfırdırsa, K bərabərdir K plus J-yə. Bu arada K-ya da 0 verək. O yuxarıda verməyi unutdum. Burada bir dənə K-ya da 0 verək ki, problem olmasın. Ben bir de orada s.append yazmışsınız. Ha, düzəldirəm. Sağ ol. Aha. Aha, demək K da bərabərdir K plus J-yə də indeksinə. Aha. Başqa hə, print də K. Ümid edirəm ki, bir hissəni səhv eləmiş olmaram. Görək də, bir dənə başladım. 5 element olsun. 12, 3, 45, 76, 88. 3-ü verməlidir. Nə verdi? Deməli, 12 sıfırdır o heç. 1, 2, 3 verdi. Hə, füsudur. İşlər. Düzdür. Keçək dəyanətə. Yine deyirəm ki, daxil edilmiş siyahının içərisində natural ədədlərdən ibarət siyahıdır. Düzdür? Ha, indi bu siyahının elementlərindən palindrom olanların indeksləri cəmi versin mənə. Siyahın daxil edirsiniz yoksa Deyəsən daxil edəcəm. necə? Sən deyəsən mən daxil edəcəm. Yok yani dediz verilmiş siyahını Yox, hə, verməmişəm, sən deyirəm. Daxil edəcəm, Hə. sən de. palindrom elə bir ki necə Siyahın həm daxilində də dəyanət birinci. rəqəm verməli deyiləm siyahın içində ədədlər. Yox, sən siyaha daxil et. Boş siyaha bayaq sübhan elədik. Ha en beraber int input. Aha. For in range sıfırdan lenine kadar
Linin neydi? Ene kadar. Hı. Sonra. Evet. Sonra if Siyahını harda verdin, qurtardın ki, Seyhan dəyənət. Dəyənət, Seyhanın daxil olunmasını əzbərlə. Xahiş edirəm. En sayımızdır. Neçə dənə element daxil olmalıdır bura. Bir dənə boş siyahı qoyursan. Boş siyahı. Sonra en dəfə sənə input gəlir. A bərabərdir. Int input. Hı? Hər dəfə A-nı atırsan elə. Bunu əzbərlə. Hətta soruşacağım qəsdən səndən. Oldu. oldu. Aha. Davam elə. If e, Palindromluq bir sənədir. Məsələn, 1221 bildim. palindromdur. Məsələn, 123 yox. Aha. If yaza bilərik ki, STR LI Hı-hı. LI ha. Aha. Aha. Sonra. Tərsdən oxumağın təsdiqlənməsi üçün yazarıq ki, STR LI o iki nöqtədə, qoşa nöqtə minus. Bundan sonra yazmalıyıq qoşa nöqtə minus 1 olmalıdır da ki, tərsdən oxuyanda da təsdiqləsin. Ester el-inin onu belə yazaq da. Ester el-inin baş belə yazaq onda. Başdan sona mənfi bir. Mənfi 1. Hı-hı. Print iyi olardı. Yox, print deyil. Mən indekslər cəmini istəyirəm. İndeksləri cəmi. Və iyi indeksə, yox. Sən bu if özdə hardan daxil oldun qəfildən? Siyahın daxilindən kimi if verdin. Boşluğum var burada. Yəni, neynəməlisən? Siyahın var. Bir dənə siyahı yaratdın. Bura qədər ki, siyahının yaradılması idi. Yəni, məsələn, artıq sənin bir hazır siyahın var, fərz elə ki. Hansı el siyahın. İndi neynəməlisən? O eldən neynəməlisən? Normalda gözündən neynirsən? Məsələn, o siyahıya baxırsan. Kitabın İçindən öndə palindrom veya olub olmayanları seçib başqa siyahıya atmalıdır. yox, ehtiyac yoxdur. Bu if düzdür burası. Amma sən bu if nəyə baxır? El i'yə. İ hanı? İ buradan sıfırdan n'ə qədər qiymət alır. Budur. Bu axı bu dövrdür. Sənə nə lazımdır? Lənət. Sən bunu bir format icabı deyirik türklər. Elə bir şey kimi fikirləş ki, bu bir siyahının daxil olmasıdır. Buranı unuttun. Bu sənə bir hazır siyahı verdi. Sənin proqramın burada başlayır, burada. Sən proqrama birbaşa if-lə girə bilərsən, Dəyanət. Onda for in range təzdən verməliyik. For in range işlədərsən bu öz yerində. Bəs sənə başqa nə lazımdır? Sən nə axtarırsan? Sənin axtardığın nədir? Siyahın içi. Yox, mən səndən nə istəyirəm? Mən səndən nə soruşmuşam? Sual İndeks. nədir? İndeks. İndeks Dediniz nədir? ki, İndeks soruşmuşam. Nə verilmiş demişəm? siyahıdan Sualı təkrarla. verilmiş siyahı elementlər içindən palindrom olanların indeksləri cəmini çap edən proqram. İndeksləri cəmini. Deməli, sənə burada nə lazımdır əvvəla? İndeks. İndeksləri cəmi. İndeksləri cəmi istəyirəm. Sənə nə lazımdır? Yəni. Bu cəmi saxlamaq üçün dəyişən lazım deyil sənə. Bəli. Aha, indi nə yazım onda mən burada? Birinci, ilk növbədə.
Başqa siyahı, boş siyah. Yox. Cəmi necə saxlayırıq? Bu gün sən nəsə olub bala? Yorğunsan, nəsənsən? Normalda belə çıxıb vermirdi. Dəyişənləri cəmi nə saxlayırdı dəyənət? Hı? Bir şey cəmləyəndə nə yazırıq dəyənət? Hasil, cəm. Üstəgəl işarəsi. Nəyin üstə gəlirik? Elin. S bərabər 0 dəyənət. Hə. Nə olub sənə? Hə, indi foru yazar. Foru. Hə. In range. Aha. Siyahımızın adı nə idi? İ'ni işlətmişik bu arada. Yəni burada i'ni işlətmişik. Sən J falan elə. For Hə. J elə. Siyahımızın adı L'dir. Lenel yazarıq da. Aha. Sıfırdan L'in elə qədər. Saniyə. Aha. Okey, indi nə Printez. edirsən? Yox. Mən cəm istəyirəm. İndeksləri cəmin istəyirəm. Burada dəyişilməli başqa da şey var. Bunu J eləməliyik. Aha. İndi nə edim? İndekslər cəmi necə toplayım dəyənət? Append eləməliyik. Ay bala, nə append həmişə nətər toplayırıq? Normalda cəmləmə prosesi necə gedir? Algoritmdə, Pythonda necə toplayırıq? Bayaqdan necə S bərabər toplayırıq? S plus J. Hə, şükür Allaha. Nə oldu sənə? Gözdəydi şu an. Print S. Beş tane element olsun. Düzdür. Birinci indeks, ikinci indeks, dördüncü indeks. Hə, düzdür, 7 verir. Baxaq proqrama nə yazdıq? Input verdik, for in range elədik, sıfırdan n-ə qədər, a-ya append elədik, elə append elədik a, for in range, əgər LJ, STRJ, LJ-yə bərabərdirsə, yəni tərsinə, S-in üstünə J-ni gəldik. Bu qədər. Aha. Şifan. Bəli. İndi istəyirəm ki, belə bir sual yazasan. Bir Aha. siyahının içərisində gəzəcək. Düzdür? Bizə saniyə qeydimi götürdüm siyahından. Aha, içində. İçərisində gələcək. Aha. Bəli. Əgər bu siyahının özünü verəcəm. Göstərmək üçün ki, biləsiz. Rahat siyah olanda okey edirəm, amma belə olanda deyirəm ki, eyni elementlər yanaşı gəlirsə, hə, Sübhan. Bizə saniyə yazın. Aha, Aha. yanaş. Bəli. Yanaşı gəlirsə, həmin elementlərin indekslərini cəmləsin. Yəni buradan mənə verməlidir 0, 1, 0, 1 üstəgəlinsin 4, 5-ci elementdə bu 0, 1, 2, 3, 4, 5, 6. 11, 13. 1 üstəgəl 2 üstəgəl 5 üstəgəl 6. 11 üstəgəl 4. 15. Yox, 11 üstəgəl 3. 19. 11 üstəgəl 3. 14. 14. 14 Hə, verməlidir. aydındır necə bir şeydir. Fərq yoxdur. Bu siyahı yəni olmasa da olar daxil eləyərdi. Problem deyil. Siyahını daxil eləyəndən sonra Siyahını demək göstərmək üçün verdim ki, yəni
Hə, Görəsiz. aydındır, aydındır. Hı. Demək indi burada bir saniyə yazacağıq ki, for i in bir dəqiqə range eləyim. For i in range olsun. For i in range. Lena'ya qədər. Sen de bir başa başladın. Sonra nəysə lazım olsa qaytarıram yenə. Lena'ya qədər demək indeksinə bir baxın. Aha, indi yazıram ki, if A-nın n'inci indeksi bərabərdirsə, A'nın i plus birinci indeksinə, bir də burada sonuncu məsələsi var. Buna nə edəcəm? And Lena'nı götürmək üçün istəyirsən, axırıncıya baxmaq üçün. axırıncıya baxmasın. Da elə bir ki, axırıncının üstə bir gələndə nə olacaq? Ona görə bu Onda axırıncı. elə for in range-də yazaq Lena -1-də. Olmaz elə. Həmən o Olar. da düzdür. Elə ən yaxşısı Leyla -1 yazaq, çünki ona baxmasın. Aha. Hə, bu da olar. Demək, belə bir baxacaq. Bizə də nə lazım idi bizə saniyə? Yanaşgənlərin indekslərinin cəmi. İndi S 0 verək yuxarıda. S bərabərdir 0. S plus, burada yox, yuxarıda Ha. verəcəkdik ki, dövrün yuxarısında. S bərabərdir 0. Aha. Sonra da gələk dövrün içində yazaq ki, S bərabərdir S I plus 1. Və yaxud da belə də yazmalıdır. S plus I vurulsun 2 plus 1. Eyni şeydir onsuz da. I vurulsun 2 plus 1. Aha. Sonra da isə print test daha. Yəni başqa nə edəcəyik? Yine de çıktı yani. İşte apıntı elədim, yine de çıktı. Ha. Ən yaxşısı Dəyanətin dediyi kimi lem A-1 yazaq məncə. O app'ını da silək daha. Hə, o 14 oldu. Oldu. Başqa mənim. Bir saniye. Ha, belə də işləyir. Şu. Bəs başqa heç nə. İndi burada bunu belə dəyişək. Biraz dəyişək. Deyək ki, Aha, tam ki. bəli, bu siyahında. Aha, belə bir siyaha verilib. Düzdür. Bəli. Hı -hı. Hmm, bu biraz çətin olacaq, uzundur bayağı. Olsun. Bir dənə deyim baxaq Ha, görək. aha, belə bir şey istəyirəm eləyəsən. Deməli, bir siyaha verilib, düzdür. Bəli. Hansı bir siyah verilib. Deyirəm ki, verilmiş siyahın içərisindən, düzdür, Hı -hı. yanaşı gələn tək elementləri cəmləsin. Tək, məsələn, 33 ilə 33 66 versin. Aha, tək elementləri Hə, cəmləsin. amma məsələn, burada 76-nın yanında bir dənə də 76 olsa, onu götürməsin, çünki cütdür. Aha, Hə, və bir dənə, siyahını biraz balaca, daha uzun siyah eləyim. 3, hə, 3, məsəl üçün 5. 7, 15. Hə, indi bir dənə Hə, indi məsələn, gör nə deyirəm. Deyirəm ki, hə, yanaşı gələn tək elementləri cəmləsin. Ən böyük cəmi neçə elementin yaratdığını çap eləsin. məsələn, buradan cavab nə çıxacaq ki? İndi məsələn, burada belə bir şey də var da. Burada 1 ilə 3 bir dənə cəm yanadı. Bu 4-dür. Sonra bizə siyahıya qaydınca Tamam. unutmuşsam. Məsələn, 8, 3 ilə 5 8-i yaratdı. Sonra
Hı. 26 var. Niyə 3-ün 30 3 5 21 tək deyil ki? 9 tək hara deyil ki? yazıram da müəllim 26 var. Yox, 30 yanaşı gələn. Yox, burada 8 yaranmır da, yəni onu demək istəyirəm. bu bütövlükdə belə getsin. Aha, bəli. Mən də 2-2 düşündüm. Bircə saniyə. Ya. Məsələn, Çəkişləmə. üçün onda bu siyahıda ən böyük cəmi 4 dənə element yaradır. Yan-yanaşı gələn. Başqa baha təklərdən yaradan. Yox, bundan heç o qədər yaratmayacaq. Məsələn, burada cavab 4 olacaq da, yəni bunu demək istəyirsiniz. Aha, bəli. Ən böyük cəmi neçə element yaradıb? Yəni 0 falan verək. Məsələn, x bərabərdir 0 verək. Y bərabərdir 0 verək. Biri cəmləsin, biri saysın. Bu neysə ən böyük, ən kiçik cəmi oxşadı, bilmirəm. İndi yazacağam. Sonra belə yazaq da for i in range. Yoxsa indeks lazım deyil heç. Yoxsa lazımdır. Yox, məncə belə yazaq. For i in range Lenaya qədər. Mən bir söz deyə bilərəm. Bəli, buyur. Burada for i in aynı anda getmək olardı. Burada sənin indekslik bir işin yoxdur ki, onsuz da. Ona görə ən yaxşısı ondan gedir. Hı. Deyirəm, hələ ki ağlımda tam fikirləşməmişəm. For i in a. İndi bir dənə təhlilini yoxlayaq əvvəlcə. Yazaq ki, i-ni 2 böləndə qalıq 0,4-sa və ya da 0 deyilsə belə yazaq. I-ni 2 böləndə qalıq 0 deyilsə x-in üstünə i-ni Sıfıra gəlsin. bərabərdirsə birə fərqi yoxdur. Hə, x-in üstünə gəlsin i-ni. Bir də sayını da istəyirik da. Biz y-in də üstə 1 gəlsin həmişə. Saymaq üçün. Hə. Demək saydı, cəmlədi. Sonra dövrdən çıxaq, baxaq ki, ən böyük, ən kiçik. İndi birdən bu olmazsa onda şərt qoymaq lazımdır. Else. Lazım deyil. Hı? Deyirəm ben indi birdən bu Lazımdır. olmasa, yəni else şərtdə qoymaq lazım deyil. Lazımdır. İkiyə bölünməsə, yəni. Nə qədər ki bölünür, x-in üzərinə i gəlsin, y-in də üzərinə 1 gəlsin, düzdür? Bəli. Nə qədər ki də bölünmür, Hı. onda ayrı dəyişən lazım olacaq, deyəsən. Bax Hə, məsələn, o məncə x bərabər 0. topladı. Biri topladı, 3'ü topladı, gəldi cüt gördü. Cüt görəndə müqayisə eləyə bilər məsəl üçün. Orada məncə düzdür. Span x bərabər y bərabər 0-dan qabaq məsələn bizə başqa dəyişən lazımdır. Yəni dedik axı ən böyük cəm yaradan elementlərin sayı üçün başqa bir dəyişənlər yazmalıyıq. Bilirsiniz, fikrimi tam deyə bilmərəm. Z bərabər 0, məsələn, y yazmış, q də bərabər olsun 0. Burada biz, sizin deməyiniz olmasın, cütə qədər bir müqayisə eləməliyik. Prosto o cütə qədəri nəkdən aparım, orasını bilmirəm. Orada else şərtindən sonra yazarıq ki, dəqiq o nə idi o? If x böyükdür z olar da. Z-in Q hansı oldu? Z x-in maksimum qiyməti Bax. oldu. X-i cəmlədi. Y-in də üstünə 1 gəldi, düzdürmü? İndi gedir, deyir ki, əgər cütdürsə, indi müqayisə eləsin də bunun içində. Ona Desin ki, müqayisə qoyaq. bir saniyə. Əgər X böyükdürsə z-dən. x böyükdürsə z-dən, X bərabər z-dən. Yox, z bərabər olsun x-ə, Hə, hədəfə üstə işlənəcək. Bu da bərabər y. Q də bərabər olsun y-ə. Əks halda da hər biri 0.
olduğu Hı. kimi qalacaq. Bir şey Əks sıfırlamalıyıq halda axı. heç nə eləm, əks halda nəsə eləməyin ehtiyac yoxdur axı məncə. Bizə də onda künü çıxartsın da çapa versin. Çünki biz sadə edik axı məncə. Ha. Ha, Şu indi kün burada x-i sıfırlamaq məsələsi var burada. Hə, sarıqlar sıfırlamalıyıq. İndi for i in a bunu sıfırlamaq məsələsimiz var. Deməli burada nə X etdik? 0, Y 0 da Gəl şey artır. x bərabərdirsə, verdik cütdür. Əks halda belə etdik. Sonra bunu edəndən sonra normal sırada eləyək də onda bunu heç nə. Belə burada eləyək, hə? Forun içində X-in eləyək. altına düşməli Ha, deyil. altına düşdü. X Altına. bərabər 0. L-sin altına düşdü axı. Hə. S if eyni cərgədədir. Burada. X bərabər 0. Y bərabər 0. Amma bunu da hər dəfə edəcəyik. Yox, bunu else girəndə eləməlidir. Elsedəki if-dən sonra eləməlidir. Else daxil olanda eləməlidir. Mədə mən də elə X-in altı dedim. Aha. Yox. Hı. İndi olacaq. İndi else daxil olanda sıfırlayacaq. Aha. Belə. İndi nə edək? çalışdıraq Show künü. Hə, print kü. print Kü. Cavabı 4 verməlidir. Q edək. Ya bismillah. Bəli, 4 düzdür. oldu. Oldu. Bacardı. Əvvəlini gətirdi. Mən də yenə deyirəm, bu gətirə bilmədiyim hissə cüt oranda onu necə ayırmaq oldu, onu da bildim. Aydındır. Da belə. Sonra nə yazaq? Dəyənəkdədir sıra. Yəni indi mənə nə yazasan sən? Deyirəm ki, bu qəşəngdir, bunu götürüm atım qrupa. Aha. İndi deyirəm ki, nə olsun? Dəyənək. Sanki bir siyahı verilibdir, düzdürmü? Siyahı verilib. Hə. Buradakı üç rəqəmli tək ədədlərlə 4 rəqəmli cüt ədədlər arasındakı Rəqəmli, qiymətlər üç rəqəmli arasındakı necə? fərqi. Üç rəqəmli nədir? 3 rəqəmli tək ədədlərlə həm 3 rəqəmli olsun, həm tək. 4 rəqəmli cüt ədədlərin cəminləri arasındakı fərqi tapsın. Qoy siyahı verim sənə gör. Məsəl üçün 234 Arasındakı cəmin fərqi nədir? O çatmadı mənə. deyəcəm indi narahat olma. Müəllim, 4 nəqəni cüt həyətlərini cəmləyib, 3 nəqəni tək həyətlərini cəmləyib elə fərqini tapacaq. İndi bax burada mənə nə lazımdır? Dəyənək. Deyirəm ki, bax bundan görsən 3 rəqəmlilərdir. Düzdürmü? 3 rəqəmlərdən tək olanları, yəni 234 yox, 121-dir, 543-dür, 151-dir. Bunları cəmləsin. Bir də 4 rəqəmlilərdən də cüt olanları. Yəni bax, bu 5431 yox. 9876-dır, 7892-dir. Bunları cəmləsin. Və bunların hər ikisinin, yəni ayrı-ayrı cəmləsin, 3 rəqəmləri, 4 rəqəmləri. Hər ikisinin cəminin arasındakı fərqi çap eləsin. Hər iki cəm arasındakı fərqi çap eləsin. Aydındır indi? Hə. Buyur. Necə yazarıq? S0, yox, S var da heç. X bərabər 0 verə bilərik. Bərabərdir 0. Aha, verdik. Sonra nəyə?
Sonra nə deyək yəni? For very Hı -hı. For in S. Nə yoxlayacağıq indi? e, Y beraber Y, B ve A beraber de S'tir. Hı. I. Hı. Geçenk. B beraber de Neydi? Lena. İstəyir tapmısan. B beraber Lena lazım değil. İçində yoxlaya bilərdin də. Yaxşı olsun. Bir bərabər olsun Lenaya. Aha. Hı. Nə yazım? 3. 3 yok. And. Yo and. Hı E, hı. i'nin 2'ye qalı sıfırdan fərqli. Olmaz. 2'ye qalığı bərabərdirsə 1-ə. Hı hı. Aha. Nə edim indi? İkisinin üstünə gələcəm dəqiq. Plus. İyi. Aha, sonra X davama beraber gəlir. X plus. E, Hı hı. hı. Sonra. İndi ikinci bu getdi, bir şərtimiz getdi. İkinci şərtimizə o 4 rəqəmli müstəvilərdir. Bizə if Hı. neymiş? B bərabərdir 4-ə və and i'nin 2-yə qalığı 0-a bərabər. Mən orada bunu bir dəfə verdim. Mən bir dənə yuxarı qayıda bilərsiniz siyahının yuxarısına. Yuxarıda nə yazmışdıq? Yəni, x bərabər 0 ikinci dəyişəni məncə verməliyəm. Bu 4 rəqəmli üçün y bərabər 0 da yazmalıyım. Yəni, bayaq bunu sən necə bilmədin, mən hələ də şokdayam. İndi deyil, normal yazsam. Bayaqlar niyəsə kilitlənmişdim. Yəni, bayaq elə bir ki, mən beynimdə siyahını quraşdırdım. Palindrom ədədlər deyilsə, yəqin ki. Hə. Ki, məsələn, hansı siyah ola bilər də. Elə getdim. Yəni, siz dediniz əslində siyahı özümüz daxil eləyək. Mən hazır siyahı verməyə fikirləşdim. Ona görə. Yəni esi bilməyəcək uşaq deyilsən də, başa düşsən, insan şagirdini tanıyır. Aha, 4-dürsə və nədirsə, cütdürsə. Düzdür. Aha, nə edək? Sonra yazaq ki, C bərabər x çıx y. Yox, ya, hara getdi o? Print elə də, neynirsən ki? Hə, o da olar. Ya, o lazım deyil. Gəl, İşləyir. Kitabda 65-ci sualda mən biraz daha fərqli eləmişəm, o suala da baxarsınız. Orada mən deyirəm ki, 4 rəqəmli ədədlərin rəqəmləri cəmi ilə 3 rəqəmlərin rəqəmləri cəmi arasındakı fərqi tapın. Və orada 3 rəqəmli, 4 rəqəmli olmanı da istəyir yox, aralıqla vermişəm. Yəni 1000-10.000 arasıdırsa, 100-999 arasıdırsa, daxildir işarəsi də var. O formada vermişəm, baxarsınız ona da. Müəllim, mən bu dediyiniz məsələni biraz daha fərqli formada yazdım. Bu Necə? demək mən burada indekslə getdim. Elə bil ki, S-in i-ci indeksin 2-yə böləndə qalıq 0-dırsa, bir də S-in i-ci indeksi bu sizin kitabda səhifə 108-dəki nə biraz bənzər də 1000-dən Hı. 999 arasında. Amma mən indekslə getdim. O elə düz olar. Hə, nə olacaq ki? Orada problem yoxdur. İndekslə işləmənizin və yaxud da özünlə işləməyin bir problemi yoxdur orada. Hı -hı. İndi mən deyirəm ki, Mənə yoxsa ha, sənə deyirəm də, sıra səndədir. Hı hə, -hı. bəli. Hı -hı. Deyirəm ki, natural ədədlərdən ibarət siyahıdır. Düzdürmü? Bu siyahıda Bəli. ə,
Yüzlük mərtəbəsi ən kiçik olan ədədi çap eləsin. Ən kiçiyin, böyüyün yox. Ən kiçiyin çap eləsin. Yüzlük mərtəbəsi. İndi birinci Mhm. bir dənə siyahı verək. N bərabərdir int input. Sonra L e, boş siyahısını daxil eləyək. Mhm. Sonra qoyaq for in range n-ə qədər. N-ə qədər. A bərabərdir int input. Çünki siz dediniz ki, yəni ancaq natural ədəd da, qalan hala baxmırıq. Mhm. L.append A. Bundan bizim əlimizdə bir dənə siyah olmuş oldu. Mhm. İndi ən kiçik olan deyirsə təhlil mərtəbəsindən bizə Sayğac lazım deyil. Nə lazım deyil? Sayğac. Hələ siyahını indi verdi. Onsuz da. Aynen. Siyahını daxil edin. Hı. demək bu elementlərin birinci içində getsin baxsın da. For J çünki in istifadə etmişəm. For J in L belə yazaq. X də bərabər olsun i-nin yüzlük dediyimiz üçün 100-ə tam hissəsi. Ki məsələn üçün tam 550-dirsə 100-ə böləndə 5 qalsın da. Yəni 5 Yəni dənə 100. J-nin də yəni. Hə, J-nin J-nin 100-ə tam hissəsi. Yüzlük Hı. dedi ya. J-nin bir an tam hissə işarəsini axtarıram. 2 dənə. Ha, Hə. ha. Klaviaturanı dəyişəndə belə olur. Aha, 100-ə tam hissəsi. Okey. Sonra. Ən kiçik deyəndə sıfırı bir dənə şey götürüb ədəd məsələn üçün məsələn y qədər götürüb 0 yazmalıyıq da ən kiçik dediyi üçün Yox. yazırıq. Y Hmm. Ən bərabərdir. böyükdə elə yazırıq. Səhv A deyirsən. 9 yazacağıq onda, hə. Hmm. Onu bir dənə qarışdırıram. Ən kiçik deyəndə 0 götürürəm, ən böyük deyəndə 9. Yox. Aha. Tərsinə. Onda Hı. hə, tərs olmadı. Bildim. Onda y bərabər 9 götürmüşüksə Aha. yazmalıyıq. Əgər ki x böyükdürsə y-dən belə y böyükdürsə x-dən, x böyükdürsə y-dən nə idi? Y böyükdürsə x-dən, onda y bərabər edin x-ə. Yəni elə bil ki, məsələn üçün tutalım 5 tapdıqsa x-i, y olsun 5. Ən böyüyü 5 olsun. Sonrakı növbəti elementdə belə müqayisə eləyəcək. Hı hı. Ee, biz nəyi tapacağıq axırda? Həmin ədədi verməlisən indi. Sən Həmin tapdın. ədədi. Hə, yüzlüyü ən kiçik olan Print ədədi i çapa verməlisən. olmaz. Print belə j. Print. Gəl yoxlayaq. J kimi yazaq da ədəd j-dir. Başqa. Hı hı. Bir siyahı verək. 5 elementli bir siyahı verək. 897, 345, 246, 786, 513, 246 verməlidir bizə. 246. 512-ni verdi. Necə? 512-ni verdi. Sən niyə 512-ni verdin? Necə səhv Çünki deyirsən? axırıncı qiymət 512 aldı. A, bəs j-ni if-in daxilində yazsaq necə? Bir dənə zəmi Thomsa ilə yazın. Hə. 211 verməlidir. Orada U bərabər y bərabər 9-un altına U Ha, bərabər u 0 yazmaq ehtiyacı yazmalıydım var mən ki. burada. U yazmalıydım burada. 2 saniye. U yazmalıydım orada. 5.
222-ni çap eləməlidir. Hə, anladım. Orada Bax, Y və 9-un altına U bərabər 0 yazmaya ehtiyac var ki, yazmasaq da verməyəcək. Nə versəydik? Y Uya nə bərabər yazsaydı? bunu. Y bərabər 9-un altına U bərabər 0 yazmısınız, ikinci Yox. sayacaq. Hə, onun yəni Ha, yazmasaq da hə. verməzdik, yəni cavab. U bərabərdir J. Yəni U bərabər 0 yazmazdı ümumiyyətlə yuxarıda. Hə, olardı. Olardı. Ee, Olardı. bir də Mən vərdiş eləmişəm. Aha. bir dənə sual soruşacağım. Bir dənə aşağı endirirsə matematik kodu. Aha. Burada biz yazdıq U bərabərdir J. Bu yazılmayanda niyə günə J yazanda o səhv çıxardır? Çünki burada ifin ödədiyi J-ni saxlayıram. Şərt daxilində. If nə vaxt ki ödəyib o J-ni saxlayıram U-nun yadında. Amma buradakı J elin içində gəzirdi. J ən Ən axırıncı hansı sonuncu. qiymət olur onu çap edir. Hə, aydındır. Bəli. Elə bir ki, o kopyasını götürmək kimi var idi. Bu da onun kimi bir şeydir də. Bəli, elədir. Belə bir dənə də proqram yazaq. J az qalıb. Deməli, bu nədir? Bunları işləmişik əslində. Bu qədərdir uşaqlar. Hamısını işlətmişik. Hamısını işləmişik qalan. Mənim evə nə olacaq? Evə 6-cı gündür də dərsimiz düzdür. Bazar gündə, hə. Orada 2 dənə test vermişəm. Bazar günü onlara baxacağıq testlərə. O TK-nın 20 sınağından da. Aha, o tekan. Sonra bir dənə də task atacağım, onu işləyəsiniz. Hə, bir də task, hə, bunu deyəcəksən. Mən elə bir ki, bu il məsələn informatika vardı. Bu ilin dərsini elə bu gün eləyirəm deyə nə keçiribsə, bu gün zəhmət olmasa. atın. Hə, yəni Hə, mümkündürsə indi bu gün atarım. atarız. Hə, bu dəqiqə atarım indi. Oldu. Sağ olun. Sağ Oldu, olun, sağ sağ olun. olun, sağ olun.